O yerde ki müsəlmanlıq bunun nəfsinə keyf verir, orada müsəlmandır. O yerde ki müsəlmansılığa görə əziyyət çəkməlidir, o yerdə müsəlman deyir. Nə çoxdur belə möminlərimiz. Deyirsən, qardaş, pulundan keçməlisən, bu dinə kim xidmət eləməlidir? Kim xidmət eləməlidir? Bu dinə sual verirəm, kim xidmət eləməlidir? Heç kəs. Mən belə dindaram, axşam iftara çağır, oturaq, hədis deyək, gülək, danışaq, kef eləyək. Sən moizə elə, mən sənə qulaq asım, eşq eləyim. Nəfsinə mübarizə, varından, dövlətindən, sərvətindən keçmək çətinliyinə dözmür. Biri də danışanda elə bilir, bu minbərdən danışan bunun cibinə girmək üçün bu sözü deyir. Belələri də var, amma mənim onlarla işim yoxdur. Məni ki, onlara aid eləməyəcəksiniz. Bu qədər insafsızlıq eləməzlər. Rahat yol tapıb özünə. Ən-nas əbidud dünya, İmam Hüseyn ağa buyurur. Bax, həmin o dediyim möminlər. İnsanların çoxu dünyanın quludur və din la'iqun ala əlsinətihim. Din dillərində gəzir, boş sözdür. Nə vaxtda qədər ki, dinin hesabına yaşayırlar, Hacı buyur, Kərbəlayı buyur. Dindən hörmət qazanır, dindardır. Və izə muhxisu bil bəla qəllət dəyyanun. Elə ki, bəla çətinlik, görsən qalmadı, qaçdı, az qalır dindar.